Hamıya salam, kanalıma və ilk vloguma xoş gəlmisiniz. Mən sizi Şəki rayonunun gözəl kəndlərindən birindən salamlayıram. İstəyirəm əvvəlcə özüm haqqında qısa məlumat verim. Mənim adım Məlahətdir, ailəliyəm, 2 evladım var, bir qızım və bir oğlum. Biz uzun illər Rusiyada yaşamışıq, təxminən 2 ay əvvəl vətənimizə qayıtmışıq və hazırda kənddə yaşayırıq. Bu kanalda sizinle kənd həyatımızı, gündəlik işlərimizi, yemək pişirməyimizi, bağ-baca işlərini, ailəmizcə keçirdiyimiz gözəl anıları və maraqlı vlogları paylaşacağım. Ümid edirəm ki, videolarım sizə maraqlı olacaq və birlikdə səmimi, mehriban bir ailə olacaq. Əgər belə videoları sevirsinizsə, kanalıma abunə olmağı və videoları bəyənməyi unutmayın. Dəstəyiniz mənim üçün çox dəyərlidir. Burada isə uşaqlara grenki pişirirəm. Uşaqlar grenkini çox sevirlər. Nə vaxt hazırlasam, həmişə böyük həvəslə yeyirlər. Mən də düşündüm ki, bu gün onları sevindirim, dadlı bir səhər yemeği hazırlayayım. Grenkinin hazırlaması çox asandır, amma nəticəsi həmişə çox ləzzətli olur. Çöldən xırtıldayan, içi isə yumşaq alınır. Yanında da özüm üçün bir kofe hazırladım. Belə sadə, amma səmimi səhər yeməklərini ailəmlə birlikdə etməyi çox sevirəm. Ben indi istəyirəm özümə bir dənə kofe hazırlayayım. Bu da benim səhər yeməyim. Kofe, sütlə və grenki. Bu da bizim toyuq cücəmiz. Lofyanı yıktıktan sonra qaynanamla birlikte onu təmizləməyə və doğramaya başladıq. Bu iş biraz vaxt aparsa da birlikte edəndə həm daha rahat, həm də daha maraqlı olur. Mən lobyanı çox sevirəm, amma uşaqlar o qədər də həvəsli yemirlər. Buna baxmayaraq yanında pişirirəm. Bəlkə zamanla onlar da bu tadı sevərlər. Videomu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Əgər video xoşunuza gəldisə kanalıma abunə olmağı və videonu bəyənməyi unutmayın. Dəstəyiniz mənim üçün çox dəyərlidir. Növbəti videolarda görüşənədək hələlik.